Bir dırnağa bir ay belə dözə bilmirəm uşaqlar. Bugün bunları dəyişəcəyik. Burada gördüyünüz yox. Bu dırnaqları eləyəcəyik. Hal-hazırda indi dırnaqlarım belə görünür. Sarı işıqdan dolayı sarı görünür, əslində ağdır. Mən yaprak dökümünə baxa-baxa dırnaqlarımı düzəltəcəm. Siz də süreci izləyəcəksiniz. Əlbəttə ki, üstündən səsləndirmə eləyəcəm. Sizi səssiz qoymayacağam. Deməli, ən birinci aparatların başlarını dəyişib keçirəm dırnaqlarımı yonmağa. Bu dırnaqlarımı o qədər çox bəyənmişdim ki, gördüyünüz kimi bu qədər uzun müddət saxlamışdım. Amma gözüm yorulduğuna görə düşündüm ki, dəyişməyin həqiqətən də vaxtı idi. Biraz da gəlin dırnağı vibe verirdi. Ona görə fikirləşdim ki, artıq qırmızı rəngi keçid eləyək. Burada gördüyünüz kimi yonuram dırnaqlarımı. Saçım, başım, hər yanım tozuymuş. Bu arada ən çətin şeylərdən biri bu baş barmağa dözmək ola bilər. O qədər qaşındırır ki dırnaq. Daha sonra buradan kusaçkamla lapatkamı götürürəm. Çünki lapatka ilə dırnağın ətini aralayıb daha sonra freza ilə keçəndə daha rahat olur. Həm də ki dırnaq ətini incitmir. Burada gördüyünüz kimi lapatka ilə arxaya eləyirəm. Sonra yemək tıxışdırıram. Mən eləyəm uşaqlar 10 dəqiqə iş görürəmsə 15 dəqiqə yemək yeyirəm. Sonra burada pikalarımı götürürəm, pikalayıram dırnaqlarımı. Sonra geçə-geçə dərimi soyuram. Burada şaşırıram, yaprak dökümündə nəyəsə şaşırıram, yadımda deyil amma. Bəzən pəltəkliyimi tutmuş ola bilər, danağa ayrıq. Sonra ağlıma gəlir ki, tünd qırmızı eləsəm dırnağımı daha qəşəng olar. Ona görə də buradan qırmızı rəngi götürürəm. Sonra fikirləşirəm ki, görəsən hansı qaşları vuraram dırnağıma. O qədər qərarsız idim ki, təsəvvürünüzə belə gətirə bilməzsiniz. Hələ geli qoymamışam, amma oturub dırnağımı necə eləyəcəyim haqqında fikirləşirdim ki, görəsən necə eləyir. Sonra burada dırnaqlarıma geli qoyuram. Maşallah, görün nə qəşəng oldu. Daha sonra sizə göstərirəm ki, baxın, düzü biraz səliqəsiz qoymuşam geli. Sonra burada kistiçkaları geçə-geçə silirəm. Siləndən sonra da keçicinə pilkalayacağam ki, belə əyriş-üyrüş qalmasın. İndi də burada pilkalayıram dırnaqlarımı. Sonra keçirəm frenç çəkməyə. Son anda da frenç çəkməyə qərar verirəm. Əslində ağlımda var idi ki, dümdüz bir rəng eləyim. Son anda amma belə elədim. Daha sonra da keçirəm qaşlarını vurmağa. Frenç və qırmızı qaş eləmək qərarını verirəm son anda. Bəs sizcə necə oldu? 10 üzərindən puanlarınızı gözləyirəm.